Əziz qonaqlar, sizi Türk dünyasının böyük şairi, Turan şairi, Rüstəm Behrudinin Sənin Gözlədiyin Qərib Türk Mənəm adlı şeirlər kitabının təqdimatında mən Sevinç Yunuslu, mən Salih Baxırov, hörmət və sayğıyla salamlayırıq. Yoruldum, bittim də, bittim mən dəli sərsəm. Buralar bir yer değil, alıp başımı gitsem. Gitsem, belki de bir vaxt ruhum məhvelər məni. Bir kənd məzarlığına alıp gömsələr məni. Ne yerdi bura tanrım, her taraf qan qoxuyur. Çiçekler yalandan açır, kuşlar da yalan okuyor. Rüstəm bizim çok istedadlı şairlerimizdendir. Benim çok beğendiğim şairlerdendir. Rüstəm Yazıçılar Birliği'ni beğenmir ama Yazıçılar Birliği Rüstəm'i beğenir. Ona göre de ben şadam ki onun bu gecesine böyle kalabalık, böyle Türk dünyasının muhtelif yerlerinden gelen konakların iştirakıyla geçiririk. Çünkü Rüstəm buna layıktı. O hansı millettir? Tarihi sirridir. 100 adla bölündü. Yine de birdir. Beni huzuruna bu dert getirdi. Salam dar ağacı, salam dar ağacı, salam dar ağacı. Aleyküm salam. Senin o dar ağacı, bu əzab ağacı adam asılan ağaç değil. Ben belə başa düşdüm. Bilmirəm ki, mən ədəbiyyat adamı deyiləm, bağışlayın ki. Ve özde belə değil, belə orada yaşıl yarpaqlar var, mən bilən. Şehirden tuttuğum odur. Ama çok güzel dedin, balaca da benim əlavəm var, dedin ki, Tanrının bəndədən ayrılan. He? Belki de bendenin bugünkü günde bendenin Tanrı'dan ayrılan. Böyle de olabilir ama büyün daha çok böyle. Elə senin böyük üstünlüğün odur ki her müstəvidə tanınan bir adamsan. Bayaq bu yoldan danıştım, ben uzun danışmayacağım. Bu yol xətrinə dəyməsin qeyri-müəyyən yoldu. Minillikler yolu. Sonsuzluk bir yol. Ve sana ne arzu edirəm? En birinci möhkəm can sağlığı. Ve bu ruhlar yolunda həmişə daim işıqlı olasan, 100 min illər, sonsuz illər keçecek. Ama bu imza, bayaq ki dedim, bu imza yol var. O imza tarihte kalacak. Kırgızam, Özbeyem, Kazak, Türkmenim, Başkurdam, Kerkükem, Başkurdam, Kerkükem, Kazak, Türkmenim. Senin gözlediğin garip Türkmenim. Salam dar ağacı, salam dar ağacı, salam dar ağacı. Aleyküm salam. Az önce de söylediğimiz gibi hem Azerbaycan edebiyatının hem de Turan'ın büyük şairi. O kendini hiçbir zaman Azerbaycan'da sınırlamadı. Onun şiirlerine baktığımızda bir tarihi derinlik, bir coğrafi genişlik görüyoruz. Bu aynı zamanda Türklüğe ait de en önemli araştırma noktalarından biri. Ben tabii bundan 35-40 sene önce genç bir kişiyken Azerbaycan'da 1988-89'da 90'larda neler oluyor onları da takip ediyordum. Ve görüyorduk ki Azatlık Meydanı'nda milyonlar Rüstəm Bey'in şiirleriyle Sabir Bey'in Ömür kitabından parçalarla coşuyordu. O coşku aslında 1990'da 91'de bir Azerbaycan Cumhuriyeti'ni, bir Türk dünyası gerçeğini ortaya koydu. Katrin öldü beni, bağrım oldu
yine şan şan. Gördüm ki boş bir mezara, yine menden danışırsan. Mezarlıkta biten yomşan, mezarlıkta biten yomşan. Rüstəm Behrodinin şeirləri bir şeir deyil, bir Tanrı ilə söhbətdir, bir insanın daxili səsinin, iç dünyasının göylərə uzanmış bir sədasıdır. Bu baxımdan Türk coğrafiyasına çox yaxşı bir bəlli addır Rüstəm Behrodi və qısa bir arayış verim sizə əziz qonaqlar. Yaddaşlara yazın, şaman duası, salam dar ağacı, boz qurd, dur gedək qızıl almaya, çölün yalnız atlısı, məzarlıqda bitən yovşan kimi çox məşhur kitabların sırasına hələ bir qisminin adını çəkmədim, daha biri bugün əlavə olunur, sənin gözlədiyin qərib türkmənəm. Çox maraqlı, çox özündə böyük anlamı daşıyan, ehtiva eləyən bu kitabı hər kəs əlinə alınca əslində onun nə qədər vacib bir meyarlara söykəndiyini biləcək. Sən arxasız, mən kimsəsiz, səndən axır göz yaşlarım. Burada daşlar daş deyil ki, bacılarım, qardaşlarım. Mezarlıqda bitən yomşan. O ilk şeirlerde okuduğum, gördüğüm ruh bugüne kadar değişilmeyip, böyüyüp coğrafyası genişlenip ama poetik ruh değişilmeyip, Turançılıq, sonra Türk dünyası, tanrıçılıq, tanrı dağları falan bu təşbihlər, bu ifadələr ədəbiyyata öz-özlüyündə heç də vermir. Rüstəmin şair olaraq gücü bundadır ki, o sözlərin hamısının poetik atını oyada bilir. Rüstəm həm də şairlikdən əlavə, mən deyim, onun o bu tərəf haqqında danışan yoxdur, Rüstəm filosofdur. Çox ciddi fəlsəfi düşüncələri var. Mükəmməl Yalan adlı balaca bir kitabı var. O kitabı çox elə təbliğ eləməsin, çünki düşmənlərin sayı artacaq. Orada çox ciddi məsələlərə toxunulub. Bu sonbahar da ölmədim, ölmədim yaz, yaz günaha. Mən öz tabutumdan tutub dönən bir ölüyəm daha. Mezarlıqda bitən yomşan, mezarlıqda bitən yomşan. Məni dərd deyil adamlar, adamlar öldürdü sən. Baş daşıma qoyulacaq çiçəklərdən də gözəlsən. Mezarlıqda bitən yomşan. Rüstəm müəllim, sizin də xəbəriniz yoxdur. Valla mən də bu dəqiqə aldım bu mesajı və deyirəm elə indi oxuyum. Bu şairədə çox xoş olar. Özüm də oxudum, valla qəlbim belə titrədi. Deməli, qoy sonda deyəcəm hansı ünvandan gəlir məktub. İndi qulaq asın bu sözlərə. Şair yuxusuna gül çiçək girər, yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm? Onun əlindən nə çəkdim? İlahi, bilməyəcəklər. Ürəyim, bu sizə olan müraciətli bir xitabdır. Ürəyim, bizim tərəflərdə adətdəndir, özəl günlərdə səbəbkara gül çiçək hədiyyə edərlər. Sən gül çiçək şairi olmadığın üçün onlardan da vaz keçdim. Düşündüm ki, ruhuna daha yaxın ola biləcək başqa bir şey olmalı. Sonunda nöqtələr, limon ağacı. Özü də nə Ordubad, nə də Lənkəran, Holland limonu. Şairlər, indi dinləyin ardını. Şairlər dünya vətəndaşı olduqları üçün limon ağacının da sərhədi olmamalı. Vətən limonlarının arasında nədən bir Holland limonu olmasın? Və beləcə, bu da mənim sənə hədiyyəmin hekayəsi. Ürəyim,
Bu canlı, gözəl Holland limonlarının sarı işığında sevənlərinlə birgə nağıl kimi unudulmaz bir gün yaşamağın diləyi ilə sənin Yağmurun. Müəllifin övladı. Yağmur balamız Türkiyədə təhsil alır və imtahanlarından dolayı iştirak edə bilmədi burada. Amma o ağacı yollayıb. Baxın şair, qızınızın sizə hədiyyəsi. Şair gözləmirdi bu anı həqiqətən. Yəni qızınız da özünüz kimi sözündə tam bitkindi, dedi və yolladı ağacı. Təkcə onu təsvir etmədi bədii vasitələrlə. Daha sözüm çatar ağaca, ota, yarpağa, dənizə, quma, balığa. Düşünmə, əzabdır talidən qaçıb, mən necə sığmışam bu tənhalığa. Çəkildim özümə, ölən dəniz tək. Sahil tək göründüm indi Allaha. Daha dualarım qulağı deşməz, heç kəsi bezdirməz andlarım daha. Və mən belə hesab edirəm ki, Rüstəmin bir şair kimi öz şöhrətinin, şanının, şöhrətinin coğrafiyasını genişləndirən ən vacib xətlərdən biri ayrılığın insan ayrılığı ilə bağlı olmağıdır. Yəni Rüstəmin şeirlərində belə bir qırmızı xət var. İnsanın özünün özündən ayrılması, insanın öz bütövlüyünü itirməsi. Və bayaq Kamal müəllim ona işarə elədi, mən bu mövzunu biraz da genişləndirmək istəyirəm. Yəni Rüstəmin tutaq ki, Bozqurddan yazanda, başı bəlalı dar ağacından yazanda, Tanrı dağdan yazanda, Ötkəndən yazanda, başqa-başqa bu tipli obrazlarla bağlı şeirlər yazanda, əslində ilə həm də insanın daxili ayrılmağı, öz-özündən ayrılmağından da yazır. Rüstəm hətta sevgidən də yazanda, zərrə qədər dodağı qaşımır, orada zarafat tonu yoxdur. Arazdan da yazanda elə, başqa şeydən də yazanda elə və bu Rüstəmin üslubuna çevrilir. Və Sabir müəllim dediyi kimi, tutaq ki, onun yaz çiçəkləri dərdindən rəng alır. Onun sözü o sevda savaşında, o dəli sevda savaşında uduzanda boynu bükük bənövşəyə çevrilir. Onun dəli sevdası həm də onun zirehinə çevrilir. Yəni belə çabalarla şeir yazan Rüstəm son dərəcə ciddi bir şair kimi özünü göstərir və o üslubda da əvvəldən axıra qədər yaza-yaza gedir. Çərxi fələk, çərxi fələk tərsinə dön. Sirli Tanrı dərsinə dön. Mən çıxmışam bəndəlikdən, öldürün məni, öldürün. Tanrıya qul bir şamanam. Sizə verilmiş amanam. Yalqızlığım, atam, anam. Öldürün məni, öldürün. Məhəmmədəm, gör hökmünü. Daş altındayam Musa kimi. Çarmıxdıyam İsa kimi. Öldürün məni, öldürün. Mən məndə məni yıxmışam. Mən məndə məni yıxmışam. Ruham bədəndən çıxmışam. Mən qəbrim üstündə yanan bir şam. Söndürün məni, söndürün. Öldürün məni, öldürün. Çox sağ olun Elçin müəllim. Təşəkkür edirik sizə. Hardan gəlirsən, yenə gəlib dar ağacının altına çıxırsan. Bunu ümumiyyətlə dar ağacından uzaqda tutmaq lazımdır. Çünki kənardan baxanda daha ağıllı, müdrik və istiqanlı olur. Rüstəmin şeirləri təkcə Salam dar ağacı, sonra Məzarlıqda bitən Yovşan, Bozqurd tipli şeirlər deyil. Onlar doğrudan da son dərəcə gözəl, son dərəcə poetik bir ruhda, bir şövqlə yazılmış şeirlərdir. Onları dinlədikcə adamın qanı qaynayır, ruhu canlanır. Rüstəm təkcə şair deyil. Rüstəm həm də son dərəcə gözəl bir ziyalıdır. Xalqını, millətini sevən, dərindən sevən bir insandır.
Rüstəm çox gözəl bir dostdur. Nə zaman saatdan asılı olmayaraq, vaxtdan asılı olmayaraq ona müraciət edirsənsə hazırdır. Yatıbsa da duracaq, əl-üzün yuyursa da yarımçıq qoyacaq və sənin səsinə səs verəcək. Rüstəm Behrudi deyir ki, şair yuxusuna gül çiçək girər, ener yuxusuna göydən mələklər. Bu cür gözəl misraların dalınca yenə başlayıb hirsli yazmağa sonra. Mənim çox sevdiyim misraları var. Misranın gözəlliyi sadəliyində olur da bəzən. Deyir ki, sonbahar rüzgarı əsdi. Mən dəli, havalar dəli. Səni görməyəli min ildir. Min ildir səni görməyəli. Nə qədər sadə, amma bunu oxuyanda və ya eşidəndə başa düşürsən ki, bu adamın dərdi ağır dərddir. Yəni çox dərindən sevir sevdiyini və elə olmalıdır. Əslində də elə olmalıdır. Rüstəm Behrudi hər şey bir tərəfə yaxşı bir dostdur. Möhkəm dostdur. Özdə bunun ailə dediyi tək qardaş, bacı, həyat yoldaşı, övladlar deyil. Ora daxildir deməli, əmi uşaqları, xala uşaqları, bibi uşaqları, dayı uşaqları, onların əmisi uşaqları, xalası uşaqları, bibisi uşaqları. Yəni bunun hamısını bir danışar. Aslında burada bahsettiğimiz Rüstəm Behrudi'nin eseri aslında kendisinin sesi, yalnızca kendi sesi değil, bütün Türk dünyasının Bakü'den Ankara'ya, Taşkent'ten Kaşgar'a kadar bir milletin vicdanının sesini burada aslında konuşuyoruz. Biz garip Türk dediğimiz zaman Türk gariptir, doğru. Çünkü Türk parçalanmıştır. Türk yurdundan yok edilmiştir. Türk dili ayrıştırılmıştır. Türk bütün tarihi unutturulmuştur. Ama bir şey yapılamamıştır. Türk yok edilememiştir. İşte Türk'ün yok edilemediğinin en önemli eseri bu kitaptır. Rüstəm Azərbaycanda ilk milli azadlıq hərəkatında ilk mitingə çıxan tələbələrin önündə gedib, tələbələr gəlib onu alıb qabağına meydana apardırlar. Mən Özbəkistanda Əmir Teymurun məzarı qarşısında dayananda elə bir his keçirdim ki, ömrümdə elə bir his keçirməmişəm. Elə bir məni aldılar, ruhum məni aldı, haralara çapardı, belə özümdən getdim. O necə hisdə izah eləyə bilmərəm. Azərbaycan qəzetində Rüstəmin dar ağacı çıxanda mən o şeiri oxudum. Onda gördüm ki, həmin hissləri bu da yaşayıb. Mən şair olmadığım için onu yaza bilmədim. Amma Rüstəm həmin hissləri keçirdib, gəlib burada dar ağacını yazdı. Sizi təbrik eləyirəm. Mən sizi ona görə təbrik eləyirəm ki, siz duruşu olan bir şairsiniz, duruşu olan bir insansınız və atamın bir sözü var idi, deyirdi ki, mənim ilk şeirim çıxanda, mən deyir onu oxudum, sevindim ki, şeirim çıxıb və təəssüfləndim, kədərləndim ki, bu mənim son şeirim olacaq. Çünki hər adam öz, belə deyək, payını bilməlidir, öz yerini bilməlidir. Mən sizi duruşu olan bir şair kimi, duruşu olan bir insan kimi təbrik eləyirəm və arzu eləyirəm ki, o duruşunuz, o poetik yolunuz öz davamını gətirsin. Rüstəm Behrudi yazır ki, ya qurd olacaqsan, ya da başqa bir şey, ya ufacıq Hirasan, ya da başı dumanlı Tanrı dağı, ya Ötükən, ya Məkkə, ya göydən gəldiyinə inanacaqsan, ya da Adəm Həvva nağılına. Bu ikiliyin arasında seçim eləyə bilməyən adam Türk deyil, yazır Rüstəm Behrudi. Tanrı Türkə kitab göndərmədi. Biz Tanrının kitabıyıq. Türklük özü bir dindir. Yəni türklüyə bir din olaraq, onu din mərtəbəsinə qədər gətirib yüksəldən və eyniləşdirən də bu Rüstəm Behrudi poeziyasının, qələminin, sözünün qüdrətidir yalnız. Bu da bir böyük ürək istəyir əslində. Bir də talih elə gətirdi ki, bizim hər ikimiz anamızı eyni vaxtda itirdik və düşünün ki, ən ağır günlərimizdə mən çıxa bilmirdim və Rüstəm müəllim İlham qardaşla bərabər hər dəfə gəlirdi, baş çəkirdi. Sonra mən vəfa borcumu
Ordubadın Uzaq Behrud kəndinə getdim və oradan görüntülü rəhmətli anasının məzarı üstündən görüntülü yığdım. Mən də borcumu şair belə verməyə qərar verdim. Allah rəhmət eləsin ananıza, ananızın ruhunun bir parçasını siz də daşıyırsınız. Uymayıb düşmən sözünə, güzgülər geyib dizinə, namazın qurdun üzünə, yarpaq üstə qılan gəlsin. Müasir Azərbaycan ədəbiyyatında, Azərbaycan poeziyasında, sosial fəlsəfi fikir tarixində dünyanın bu qədər qloballaşdığı, sürətlə inteqrasiya proseslərinin getdiyi bir dövrdə milliliyi, milli dəyərləri, türkçülüyü, Azərbaycançılığı və xüsusilə də turançılıq ideologiyasını bu cür təbliğ eləyən, uğurlu şəkildə təbliğ eləyən az şairlərimizdən də Rüstəm Behrudi. Mən kitabı redaktörüyəm. Buyurun. Bir də Rüstəmin mənlə aynı redaktor edəcəm. Şeirləri Rüstəm yazıb. Belə gözünüzü bir əziyyət çəkmişik və salam. Halal xoşun olsun. Mübarəkdir kitab. Rüstəm müəllimin Türk dünyasına və ümumilikdə şaman simvolunu poetikləşdirib və bunu vizual şəkildə ortaya gətirmək bir qədər məsuliyyət idi. Ona görə geniş axtarışlar tələb etdi və ümid edirik ki, bu axtarışlar nəticəsində bu işlər ortaya gəldi. Minnətdarım. Burada böyük alimler, böyük söz adamları, sözün belinden gelmiş adamlar çıxış elədi burada. Və gene deyirəm, onlara Dədəm Alkimi şərik olaraq demək istəyirəm ki, yəqin ki, inanıram ki, başa düşüləcəm. Daha doğrusu mən fikrimi çatdıra biləcəm. Rüstəmin o dar ağacı şeiri o qədər gözəl bir şeirdi ki, mən bu mənim arxamdakı dar ağacına baxıram, bu dar ağacından o kadar xoşum gəlir. Elə qəşəng dar ağacıdır ki bu. Və mənə elə gəlir ki, adamı oradan assalar, adama heç nə olmaz. Bu sonuncu gəlişimdir, getməyə gəlmişəm daha. Qovma qapından gedirəm, bugündən dərvişəm daha. Odunla çəkdim külümü, gedirəm tapıb ölümü. Ver xirqəmi kəşkülümü, bugündən dərvişəm daha. Eşq olsa da eşqin adı, şam pərvanə nağılıdır. Eşq məbədim dağılıdı, bugündən dərvişəm daha. Eşq olsa da eşqin adı, şam pərvanə nağılıdır. Eşq məbədim dağılıdı, bugündən dərvişəm daha. Muhtar müəllimle meclis kurduk, oturuyoruz. Yiğitler hepimiz. Yani şöyle bir Azerbaycan'ın bir isteğin var mı dedi. Var dedim. Zaten istek her şey, yemek, içmek her şey kaydasında bir adamı görmek isterim dedim. Kim dedi. Bizim gençliğimizi, şicaatımızı veren adam. Kimmiş o dedi. Ben dedim dar ağacını yazan şair diri mi var mı dedim. Var dedi. Bu ben dostum dedi. Onunla bir görüştü. Gecenin saat 12'si Rüstem Bey. Rüstem Bey'in eli gipsteydi. Rüstem Bey geldi ve o günle bugüne de 15 yıl herhalde oldu. 15 seneden beri Allah'a çok şükür dar ağacına değil de Rüstem Bey'e selam veriyorum. Allah'a çok şükür Rüstem Bey. Varınıza şükür. Minnettarım size. Bir şiirle ben sözümü bitireyim, sonra Kazakistan'dan bir hediyem var, onu da vereceğim. Bizim Özbekistan milli kahramanı Abdullah Arif'in bir şiiri var. Onu icazanızla okuyayım. Deydiler, it hürür, karvan yürür. Rancı malamatta yanmasın canın giryan, lekin alam kılar iken bütün ömür itler arasında ötse karvanın. Bu ne demek? Yani tamam it hürür, karvan yürür, anladık onu diyor. Ama ne zamana kadar bu Türk'ün kervanı hep itlerin arasından geçiyor. Onun için
Rüstem Bey, ben size minnettarım. Tanrım bağışla effeyledin sevdim dinin üstüne. İlk bahar yağışı yağdı derdimin üstüne. Sen can üstte bir meleksen hazıram yasın olmağa. Çünkü senin gücün yoktur bombalık yosun olmağa. Yazda da payız üst başım duman buluttu. Rüzgarlar sevdiler beni adamlar unuttu. Eşk olsa da eşkin adı şam pervanen ağırdı. Eşk mebedim dağıldı bugünden dervişem daha. Eşk olsa da eşkin adı şam pervanen ağırdı. Eşk mebedim dağıldı bugünden dervişem daha. Eşk olsa da eşkin adı şam pervanen ağıldı. Eşk mebedim dağıldı bugünden dervişem daha. Şair yuxusuna gül çiçək girər, yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm, onun ucundan nə çəkdim ilahi, ilahi bilməyəcəklər. Hər gecə yuxularımda çadırı dağılmış, ocağı sönmüş, ocağı sönəndən qəm Səhrəddinin bir üzü gün batan, bir gün doğan, dağından, daşından, adamlarından, hətta otundan da qəriblik yağan, qara torpağına nə toxum əksən, yenə də baharda ayrılıq bitən, bölünə yox olub bitən sevgili bir yurt, sevgili bir yurt hər gecə yuxularımda, hər gecə yuxularımda yüzü mavi, gözü göydən daha mavi, ağzı ateş kimi bir qurt və sevgili bir yurt hər gecə yuxularımda. Üstümə qəm gələr əjdahalar tək, yuxumda bir ağız qurdular keçər. Nədənsə həmişə yuxularımdan önündə qurt gedən ordular keçər. İndi gizli gəlir yuxuma bir vaxt, ulaşa ordular basan, uluslar, bəy göllər, göyçələr səni məndən soruşurlar. Bozqurt, hardasan? Gəl mavi işıq tək ələm başımdan, gəl çıx uğruma qaba ağaz tək. Məni bu yuxudan alıb getməyə qaraquş oyunlu bozatlar üstə gözündən od yağan övladlar gərək. Eşidirsinizmi? Qara qazılıq atların kişnərtisi gəlir misralarımdan. Nə olsun səsimə yox qulaq asan, arxanca getməyə hazır durmuşam. Səni səsləyirəm, Bozqurt, hardasan? Hər gecə yuxularımda üzü mavi, gözü göydən daha mavi, ağzı ateş kimi bir qurt və sevgili bir yurt. Hər gecə yuxularımda şair yuxusuna gül çiçək girər, yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm, onun ucundan nə çəkdim, ilahi bilməyəcəklər. O hansı millətdir, taleyi sirdir, yüz adla bölündü, yenə də birdir. O hansı millətdir, taleyi sirdir, yüz adla bölündü, yenə də birdir. Məni huzuruna bu dərd gətirdi, salam dar ağacı, aleyküm salam. Məni huzuruna bu dərd gətirdi, salam dar ağacı, aleyküm salam. Qırğızam özbəyəm, qazaq türkmənəm, Başqırdam kərkükəm, elə görkmənəm. Sənin gözlədiyin qərib türkmənəm. Salam dar ağacı, aleyküm salam.
Senin gözlediğin garip Türkmenen. Salam dar ağacı, aleyküm salam.